təsadüfən TikTok sosial şəbəkəsində mənim qarşıma çıxdı və həqiqətən təəccübləndim, yaxşı mənada təəccübləndim. Çünki bu xanım əvvəllər TikTokda mənim qarşıma başqa mövzularda çıxırdı. Orda corab geyindirmək mövzusu, ə, ailə məişət problemləri, amma bu səs həqiqətən də çox gözəl ifa eləyir bu xanım. Yəni məndə bir sual yaradır ki, ə, əgər bu xanımda belə bir istedad varsa, nəyə görə o cür mövzulara ehtiyac var? Mən bir növ cəmiyyətimizi günahlandırıram ki, Azərbaycanda hal-hazırda talant o qədərmi qiymətsiz sayılır ki, insanlar çıxıb o cür mövzulardan danışmalıdırlar və rəyləri oxudum xanım, rəylərdə hamı sizə orada alqış, yəni yağdırırdı ki, çox gözəl ifa eləyirsiniz və həqiqətən də talant, istedad var. Mən düşünürəm ki, siz bu istedadınızı studiyada dəyərləndirirsiniz. Misal üçün, sizin oxuduğunuz tərz Sting, yəqin ki, müğənni Stingi tanıyırsınız. Sting 90-cı illərdə onu şərq musiqisindən ilhamlanaraq elə albom çıxardıb. O cür janrlara siz də toxunsaz, inanın ki, Azərbaycan xalqı musiqidən kifayət qədər anlayışı olan bir xalqdır. Hamıya aid olmasa da bir çoxlarına aiddir ki, yəni insanların musiqidən anlayışı var. Sizə tərif yağdıracaqlar. İndə uca saxlayacaqlar və öz maddi qazanc məclislərdən gəlirsə, sizi öz məclislərinə də dəvət eləyəcəklər. Ona görə çox istəyirəm ki, siz bu səsinizdən elə istifadə eləyəsiniz ki, daha müasir üslubda, insanların qəlbini fəth eləyəcək üslubda. Televiziyada çıxıb şou biznes verilişlərinə qatılmağın heç bir mənası yoxdur. Çünki insanlar musiqidən başa düşürlər, musiqini anlayırlar.